Ermənistanın şərti sərhəddəki təxribatları səngimir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, müxtəlif istiqamətlərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Lakin beynəlxalq təşkilatlar baş verənlərə münasibət bildirməkdən çəkinirlər. Sadəcə Fransanın Ermənistandakı səfiri Olivier de Cotigny bildirib ki, Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. İttifaqın tərkibində olan müşahidə missiyası isə Azərbaycan ordusunun mövqelərinin atəşə tutulmasına səssiz qalır. Halbuki Brüssel müşahidə missiyasını sülhə töhfə kimi təqdim edir. Amma görünən odur ki, rəsmi İrəvan bu missiyanın mövcudluğunu əsaslandırmaq üçün şərti sərhəddə təxribatlara əl atır. Ekspertlər deyirlər ki, bu həm beynəlxalq aləmin diqqətini bölgəyə cəlb etmək, həm də özlərini zərər çəkmiş kimi təqdim edərək diplomatik dividendlər qazanmaq məqsədi daşıyır. Avropa İttifaqı müşahidə missiyasının mandatının uzaldılması və xüsusilə də bu missiyanın burada daha rahat fəaliyyət göstərə bilməsi üçün onlar atəşkəsi mütəmadi olaraq pozurlar ki, həqiqətən də bu missiyanın burada olması zərurətdir. Əlavə olaraq onlar hər zaman diqqəti regiona çəkmək istəyirlər və özlərini Azərbaycan tərəfindən hücuma məruz qalan bir tərəf kimi təqdim edərək məzlum rolu oynamağa davam edərək daha çox dəstək və yardım əldə etmək istəyirlər. Avropa İttifaqının müşahidə missiyası yalnız monitorinq deyil, həm də gərginliyi stimullaşdıran bir alətə çevirib. Bu missiyanın fəaliyyəti Qərbin bölgədəki maraqları ilə uyğunlaşdırılır. Eyni zamanda ədalətli vasitəçilik əvəzinə bir növ tərəfkeş mövqe sərgilənir. Bu isə missiyanın legitimliyini şübhə altına alır. Avropa İttifaqı və beynəlxalq təşkilatların İrəvana sərt reaksiya verməməsinin səbəblərindən biri də diplomatik alətlərdən məqsədyönlü şəkildə istifadə edilməsidir. Reaksiya vermək isə o deməkdir ki, Ermənistanın təxribatları tanınacaq və balans pozulacaq. Ola bilsin, birbaşa da olmasa da dolayı yolla məhz elə Avropa İttifaqının və yaxud da ki, elə məhz elə mülki missiyanın atəşkəsin pozulmasında, gərginlikdə birbaşa və yaxud da ki, dolayı yolla əli var və yaxud da ki, burada onlar hansısa bir adımlar atırlar. Ona görə də düşünürəm ki, Azərbaycan tərəfi və yaxud da ki, Azərbaycan ictimaiyyəti o mülki missiyanın orada doğru, ədalətli qərar verəcəyini gözləməməlidirlər və onlardan ümumiyyətlə ədalət gözləmək mümkün deyil. Hesab edirəm ki, indiki mərhələdə o missiya faktiki olaraq Avropa İttifaqının maraqlarını təmin etmək üçün oradadır. Siyasi şərhçilər deyirlər ki, missiyanın Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərməsi həm də onun mandatının yalnız Ermənistan ərazisində mövcud olması ilə əlaqədardır. Yəni balanslı deyil. Avropalı müşahidəçilərin Ermənistanın təxribatlarını sənədləşdirməməsi əslində onun bir növ siyasi siper funksiyası daşıdığını göstərir.